Qurban Bayramında işğaldan azad ərazilərdə səyyar tipli heyvan kəsim çadırları fəaliyyət göstərəcək. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-unda qurbanlıq heyvanların yalnız satışı, 27-sində isə yalnız heyvan kəsimi xidmətləri təşkil olunacaq. Biz vətəndaşlara xahiş edirik ki, yalnız rəsmi şəkildə deməli qurbanlıq heyvanların kəsimi və satışını həyata keçirən məntəqələrin xidmətlərindən istifadə etsinlər. Bu illərdə, ötən illərdə olduğu kimi işğaldan azad olmuş ərazilərdə səyyar tipli heyvan kəsim çadırları fəaliyyət göstərəcək və bunlardan mən qeyd etmək istəyirəm ki, Cəbrayıl rayonunda, Şuşada, Zəngilanda və Ağdərədə müvafiq olaraq bu kəsim çadırları vətəndaşlarımızın xidmətində olacaq. Tez-tez